Bildiğiniz kimi bizim mövzularımız YouTube üzerinden de gösterilir. Yani ne deyirlər ona, translyasiya olunur da. Canlı yayım olur. Biz de YouTube üzerinden izleyen bizi, bütün izleyicilerimizi salamlayırıq. Həmişə dediyimiz kimi sualınız olsa buyurun online canlı olarak verin. Biz çalışaraq onu səsləndirək. Yox, əgər dərin sual olarsa da mənim orada ünvanım, nömrəm qeyd olunubdur. Yaza bilərsiniz. Biz bu haqda müzakirə edə bilərik. Yəni başqa günlərdə. Bildiyiniz kimi dövlət işində işləyənlər var ibadətdə. Yox. Var. İndi hal-hazırda hansı bayram gedir bu dəqiqə? Qurban bayramı. Qurban bayramı. Yaxşı bayramdır yoxsa necə? Dincəlirsiniz mi o bayramda? Əslində dincəlməməlisiniz. Əslində dincəlməməlisiniz Qurban bayramında. Əgər siz diqqətlə baxsaq ki, Qurban bayramı düzdür. Bizim üçün hər gün bayramdır. Hər gün bayramdır öz yerində. Ancaq qardaşlar, bacılar, qurbanın həqiqi mahiyyətini biz sizlə indi oxuyacaq. Həqiqi qurban nə deməkdir? Allah bu qurbanda nəyi görmək istəyir və nəyi bizdən tələb eləyir? Baxın, fikir verin. Zəfər bayramı, elə Milli Qurtuluş bayramı günü. Əslində biz bayram deyiriksə, bayram deyəndə nə ağlımıza gəlir birinci? Bax, mən hamıya həmişə bu uşaq padarka hədiyyələrindən həmişə belə söz verirəm. Deyən elə yığılıbdır mənim üstümdə. Bayram deyəndə ilk fikir, ilk ağlımıza gələn nədir? Sevinmək, dadlı yemək də, yəni belə dincəlmək. Amma mən vacibini alanmıram sizdən. Yox, əslinə gələcək. İndi siz özünüz bildiyinizi deyin. Birinci fikir. Şənlənmək, bayram. Əslində bayram deyəndə hər hansı bir əlamətlər nəsə olmalıdır ki, bir oradan bir bayram çıxsın da ortaya. Yoxsa o belə üzr istəyirəm, ifadəmə görə düzdür bu, biraz yeri dölür. Deyir, dəhliyə hər gün bayramdır misali. Biz durub deyə bilərik ki, bax bu günləri bu bayram, misal üçün, nə bayramı? Yəni ağlımıza nə gəldi deyə bilərik. Ancaq bunu biz bir növ elə bil ki, bilsiniz nətər, əlaqələndirməliyik ki, nəyinsə bayramıdır. Yəni belə bir... Yoxsa durduğumuz yerdə nəyisə götürüb biz bayram olaraq qəbul etmirik də. Qurban bayram, əslində fikir verin. Çox zaman bizə sual verirlər ki, siz niyə qurban kəsmirsiniz? Ümumiyyətlə, qurban kəsməyə siz qarşısınızmı? Nətərmirsə, mən biraz özümə borc bildim ki, elə təsadüfən də olmasa, yəni belə üst-üstə düşür, qurban bayramı ilə bağlı bir balaca biz müzakirə eləyək, həm özümüz aydın olsun. Eyni zamanda da bizə sual verən insanlara verəcək bir cavabımız olsun ki, əslində qurban nə deməkdir? Diqqətlə qulaq asın. Yox, indi bir dəqiqə yox da, indi hal-hazırda, yox, biz sizin üçün demirik. Dindarlar üçün demirəm. Dindarlar üçün demirəm. İndi hal-hazırda bir Azərbaycanlı kimi, bir dünyavi bir insan kimi baxanda, yəni qohumunuz, əqrabanız sizin bu bayrama necə baxırlar? Sizə deyəndə ki, qurbanla bağlı biz onlara cavab verə bilirikmi ki, kəsin, kəsməyin, olar, olmaz. Yəni, bax, bütün bu şeyə biz diqqət eləməliyik. Ancaq, buyurun, buyurun. Buyur. Aha. Aha.
dərk eləmək. Paylaşmaq. Aha. Tamamilə Fərid qardaş, tamamilə doğru dediniz. Əslində sual verim də zəhmət olmasa fikrimizi deyək. Əsas fikrinizi yadınızdan çıxarmayın, Suda bacı deyirsiniz. Baxın, bu dəqiqənin özündə yüzlərlə, minlərlə, milyonlarla heyvanlar kəsilir, qanı axıdılır və milyonlarla insanlar var ki, bu dəqiqə o qurbanı kəsə bilmirlər. O qurbanı kəsə bilmədiklərinə görə insanlar birbaşa olaraq özlərini günahkar hiss edirlər. Misal üçün, 100 manat, 150 manat, 200 manat, 300 manat yığıbdı, həmən pulu nəyəsə sərf eləyibdi, o qurbanı kəsə bilmir, ona görə də özünü günahkar hiss eləyir. Əslində, mən dedim ki, bayram keçirilir, qurban bayram deyəndə, yəni nəyinsə üzərində sən qələbə çalmalısan ki, bayram keçirəsən. Razıyıq mı bacılar, qardaşlar? Birinci, bizə verilən suallar, baxın, YouTube üzərindən də bizi izləyənlərə də mən bu fikrimi səsləndirirəm ki, İlk öncə biz onu dərk eləməliyik ki, biz nəyin üzərində qələbə çalmışıq ki, biz bu günləri götürüb bir bayram keçirək. İsrail xalqında o vaxtı bilirsiniz, peyğəmbərlərin çoxsu ora göndərilibdir. İsrail xalqının vaxtında 7 cür bayramı Allah dedi qeyd eləyin. Bayramları siz bilirsiniz. Bunun içində də biri Pasxa bayramıydı. Razıyıq mı? Pasxa bayramını onlar nə üçün əlamətlər olaraq Allah onlara buyurdu ki, bayram keçirin, Pasxanı. İndi bizi azdırmasın o söz Pasxa bayramı. Ruslarındır və yaxud misal üçün Xristiyan ölkələrindir. Bu bayram bütün dünyaya göstərildi. Bütün peyğəmbərlər, bütün dünyanın peyğəmbərləridir, düzdürmü? Bütün dünyaya göndərilmiş insanlardır. Əslində orada günahın üzərində qələbə çalındığına görə Allah dedi ki, bunu bayram olaraq qeyd eləyin. Bayram olaraq qeyd eləyin sözünün mənası da ondan ibarətdir ki, o sənin heç vaxt yadından çıxmayan əlamətlər bir gün olmalıdır. O bayramı sən qeyd eləyəsən deyə. Ona görə bu dəqiqə insanlar bunun mahiyyətini qoyub bir qırağa, nə olduğunu, nə üçün olduğunu, təyinat nə olduğunu qoyubdur bir qırağa, nəyi düşünürlər? 300-400 manat harda mən tapım ki, gedim bu heyvanı kəsim. Qardaşlar, bacılar, qəbul olunmur elə qurbanlar Allahın qabağında. Hansı qurbanlar qəbul olunur? Biz Yeşaya'da bir yerdə var ki, Allah istəyən qurban necə olmalıdır? Bir nəfər zəhmət olmasa desin, Allah istəyən qurban necə olmalıdır? Nədir? Müqəddəs kitabda deyilir ki, sizin gətirdiyiniz qurbanlar iyrəncdir mənim gözümün qabağında. Allah deyir. Niyə? Sən buradan qurban kəsirsən, təzədən çıxıb gedib bir başqasının evini talan eləyirsən. Yəni, aldadırsan, yalan danışırsan. Bacılar, qardaşlar, Quran-ı Kərimi mən 8 dəfə oxumuşam. Quran-ı Kərimdə heç bir yerdə qurbanla bağlı bir əlamət belə yoxdur. Bəs hardan gəldi, çatdı Quran-ı Kərimdən bizə bu qurban məsələsi? Hardan gəldi? Təlimat belə yoxdur. Necə kəsməlisən, nə eləməlisən? Məhəmməd Peyğəmbərin özü cəmi ikicə dəfə qurban kəsibdir. Səbəb. İkicə dəfə cəmi qurban kəsibdir. O da ki, ondan sonra onun əsabələri yaxınlaşdılar. Elə bir Peyğəmbər və onun ailəsindən kənarda başladılar bu bayramı yerinə yetirməyə. Tarixdə belədir, İslamın tarixində var ki, onlar sonra Peyğəmbər özü yaxınlaşıb deyir, bunu sizə ənənə olaraq, qayda olaraq kim qoydu ki, siz bu günləri qurban kəsirsiniz? İndi sualım sizə. Bəzən dururlar, deyirlər ki, biz bir-iki kəlmə söhbət edəndə deyirlər ki, siz bu qədər müsəlmanlardan artıq mı bilirsiniz? Ha, bu sualla rastlaşırsınız. Düzdürmü?
bacılar, qardaşlar, bəli, biz o insanlardan çox bilirik ki, kimlər Allahın sözünü oxumur. Elmi cəhətdən yox, bilik cəhətdən yox, biz ondan yaxşıyıq, yox. Kim Allahın sözünü oxuyur, Əl-İmran surəsində Allah göndərdi 3 dənə kitab, düzdürmü? 4 kitab, səma kitablarından. Onun 4-ünü də oxu, 4-ündən də məlumatın olsun. O zaman sən hamıdan çox bilmiş olacaqsan. Amma bir kitabı oxuyub, digər kitabları oxumamaq, bəli, bu bizim az bildiyimiz anlamına gəlir, çatır. Fikir verirsiniz, Quran-ı Kərimdə qurban kəsindən bağlı bir əlamət belə yoxdur. Onda belə çıxır ki, biz bu günləri deyiriksə də ki, misal üçün, qurban kəsilməyin mahiyyəti tamam başqa cürdür. Biz ondan artıq bilmiş olduq mu? Bəs harada meydana gəlir ki, indi bu dəqiqənin özündə Azərbaycanda, digər müsəlman ölkələrində, dünyanın bir çox yerlərində bu qədər qurbanlar kəsilir, bu qədər heyvanlar qətl edilir, bu qədər heyvanlar. İndi mən demirəm, indi bu heyvan sevərlərə belə şey kimi demirəm, dəstək kimi demirəm. O heyvan Allah tərəfindən təmiz buyurulubsa, kəsin, yeyin deyə buyurulubdur, düzdürmü? Biz bununla bağlı bizim heç bir fikrimiz yoxdur. Yəni, iradımız yoxdur. Əsas bizim iradımız bu günləri budur ki, niyə insanlar bunu düzgün qəbul etmirlər? Bunu başa düşməkdən ötürü təbii ki, biz qayıtmalıyıq hara? Əhdi, ətiqə, peyğəmbərlərin dövrünə. Onlarda necə oldu ki, orada da heyvanlar kəsirdilər. Orada da qurban gətirirdilər. Bir insan günah qurbanı gətirməkdən ötürü nə edirdi? Baxın, indi biz qurbanı niyə kəsirik? Bax, mən istəyərdim Rövşən qardaş, Fərid qardaş desin, Cavid. Yəni, əsas bacılar, qardaşlar bilirlər onun ruhlu mənasını. Mən ona görə sizə müraciət edirəm. İndi nə üçün qurban kəsirlər? Sizin fikriniz. Ətrafınızı gördüyünüz, bax, ətraf. Aha, şan şöhrət, bəli. Aha, düz. Nəyi? Ha, kreativ. Özünü göstərir, bəli, şan, şöhrət. Aha, liboy gün də eləmək olar, bəli, bəli. Həftənin liboy gün də eləmək olar. Aha. Ay, sağ ol. Aha. Şükür Allah'a, şükür Allah'a. Bax, qardaşım, tək siz yox, bacılar, tək siz yox. Ümumiyyətlə, əgər biz ətrafımıza baxsaq, bu görünür. Şan şöhrət üçün kəsilir. Kəsildi, bir şaqqası Məmməd dayıya gedir. Çünki Məmməd dayı pulludur. Məmməd dayı görəcəkdir. Məmməd dayı, yaxşısı, niyə mənə gəlmədi? Əslində, 2 dəfə Məhəmməd Peyğəmbərin dövründə qurban kəsiləndə 2 dəfə, ikisi də gələn qonaqları razı salıb göndərmək üçün olubdur. Niyə bacılar, qardaşlar? Çünki bunun kökü olmadığı üçün, yəni bunun bir təlimat olaraq gəlmədiyi üçün ona görə insanlar bu dəqiqə çaşbaş içindədirlər ki, elə bilirsiniz nətər? Palaza bürül, ellə sürül misalidir. Nənəm kəsibdir, mən də kəsəcəm. Babam kəsib, mən də kəsəcəm. Ancaq onun həqiqi mahiyyətini bu günləri biz sizlə dərk eləməliyik. İsrail xalqının dövründə Peyğəmbərlərin vaxtında qurban kəsilmirdi mi? Orada da kəsilirdi. Xüsusi olaraq Allah göydən təlimat verdi ki, əgər bir günahınız olsa, o günahınızı kəffarə eləmək üçün bir dənə qoç seçin, gətirin onu kahinin yanına, kahin əlinizi qoyun onun üzərinə və müəyyən bir ritual sözləri var idi. Onları oxunurdu. Bir növ sənin günahların keçirdi o heyvana, sonra heyvan buraxılırdı səhraya. Yandırma qurbanı da var idi, ünsiyyət qurbanı var idi, günah qurbanı var idi. Qurbanların çox növü var idi. Təsəvvür edin, onu nə üçün Allah demişdi?
Görün nə qədər degradasiya gedə gəlib bizə hansı qurban çıxıbdı? İsmail qurbanı. Qardaş, İsmail qurbanını Allah İbrahimindən tələb eləyəndə, düzdür, biz indi demirik orada İshak qurbanıdır, İsmail qurbanıdır, hər nə qurbanıdır. Əsas odur ki, bu sistem verildi mi? Verildi. Allah Teala İbrahimə 100 yaşında bir evlat verir, elə mi? Saradan olan. O birisi heç, o kənizindən olanı ayrı. İsmail biz bilirik də, qanunu və qanunsuz yollaşından olan. Allah onu sınamaqdan ötürü deyir ki, oğlunu mənə qurban gətir. İbrahim də yüklənir, odunu götürür, qurbanı götürür, yəni bu vəziyyətdə oğlunu götürür, yüklüyür. O vaxtın nəqliyyat vasitəsinə 3 günlük Moriya torpağına gedir. Allahın təyin elədiyi yerə. Birincisi, Allah deyən qurbanı kəsməlisən. Bildiyin gedib heyvan almaq yox. Bax, buradan birinci həqiqəti götürürük. Sənin ürəyinə qoydu mu hansı heyvanı kəsməlisən? Hansı daha doğrusu heyvan yox, qurbanı verməlisən. Bu vəziyyətdə Allahın İbrahimə birincisi səndən onu Allah tələb eləməlidir. Qurban ver. Bu vəziyyətdə İbrahimin qurbanı evlad olur. Düzdürmü? İndi mən də, bəs niyə İbrahim atamızdır deyə, niyə İbrahimdən misal götürmürük? Ki, gətirək evladımızı birinci, sonra bir heyvan qurban kəsək. Çünki təlimat yoxdur, düzdürmü? Allah tərəfindən sənə qurban kəs deyə bir təlimat yoxdur. O vaxt İbrahimə verildi. Amma bu günləri bir çox qurbanlarımız var, biz bunu verməliyik. Allahın sözündə baxacaq. İbrahim gətirir oğlunu, gəlirlər, çatırlar həmən yerə, Allahın ikincisi bacılar, qardaşlar. Bu Allahın təyin etdiyi yerdə olmalıdır. Axı, oranı da Allah təyin eləyir. Birinci Allah deyir, bu qurbanı gətirəcəksən. İkinci Allah deyir ki, harda kəsəcəksən. Və sonra gedişatda necə kəsəcəyini deyir. İbrahim gəlir, uşağını götürür, gəlir, İshak İsmailinə qəbul edirsiniz, eləyin. Məndən ötürü şəxsən vacibdir. Məndən ötürü onun mahiyyəti vacibdir. Əlbəttə ki, müsəlmanlar deyir, İsmaildir. İndiki hal-hazırda İsrail, yəni belə ətrafı da deyir ki, İshak qurbanıdır. Hər nədir də biz bilirik, kitabda İshak yazdır yazmağına. Biz insanlara görə deyirik. Gətirir İshakı qabağında, İshak fikir verin, yeni navac çox gözəl qeyd edilir. Deyir ki, İshak özü dilə gəlir, başa düşür ki, qurban budur. Amma o sualı verir, deyir, ay ata, bax, o vaxt odunu bilirsiniz də, indiki kimi spişka yox idi ki, bir dəvə yandırırdılar, uzun müddət saxlayırdılar. Deyir, ay ata, bu odun, bəs qurban hanı? Allah tədarük görəcəkdir. O qurbanı özdə xüsusi yazıra. Qurbanı Allah özü təyin edəcəkdir. Bacılar, qardaşlar, siz gedib indi qurbanı təyin edirsiniz. Sözüm qurbanla bağlı fikirlər onlardır. Gedirsən bir dənə qoçu kəsirsən, sən təyin edirsən. Amma Allah mı təyin eləmişdi onu? Baxın, mahiyyətini biz də dərk eləməliyik bunu. Əgər biz dərk eləsək ki, Allah hansı qurbanı bizdən istəyir, o zaman Allah heç bir sual vermərik. Bilirsiniz necə vermərik? Allah bu günləri deyir ki, vaxtınızı mənə verin, düzdürmü? Qurbandır mı? 20 manat gedib qazanmırsan, indi ki, bax oturursunuz burada. Niyə gedib 20 manat qazanmırsınız? Allah 4 kitabın 4-ündə də şənbə gününü müqəddəs buyurur. İndi bu yerdəsiz, qurban verirsiniz, bax bu dəqiqə. Elə bilməyin, elə belə əqqabınızı boş yerə cırıb gəlirsiniz bura. İndi siz vaxtınızı qurban verirsiniz. Sabahları bu vaxtı Allah nədəsə də bir işinizdə irəli düşməkdən ötər, bir işin ötər. Yəni tədarükü necə görəcəkdir? Bəzən olurmu ki, illərlə də bir işi həll eləmək istəyirsiniz, amma həll eləyə bilmirsiniz. Onun yönünü tapa bilmirsiniz. Amma bir də görürsünüz, elə həll edirsiniz ki, yağ kimi gedir də hər şey. Allah o ağlı sənə verir. Səni 40 il dolaşdırmır səhrada. 40 günə gedəcəkləri yolu İsrail xalqı 40 ilə getdi.
Ona görə demək bizim indiki verdiyimiz qurban hardasıdır bizim elə bir bizim nətər uspivat eləməkdə belə çatmaq kimi olan bir vəziyyətdə Allah onu bizə qaytaracaqdır. İbrahim bilir. Qurban kimə kəs deyilibdir, o insan bilir. İbrahim axırda o evladı görür ki, qurban budur. Yəni elə biz bilirik ki, orada ona agah olunur. Əlini atır atasına, deyir ki, ata, əllərimi bağla. Birdən qaçaram. İbrahim onun əllərini bağlayır, uzadır qurbangahın üstünə, alır əlinə o bıçağı. İshak uzanıbdır, yəni qurban uzanıbdır. İbrahim qaldırır bıçağı, bu haqda biz dəfələrlə danışmışıq. Dəfələrlə də danışmalıyıq. Bacılar, qardaşlar, bıçaqla İshakın başını kəsməkdə, yəni o qurbanı gətirməkdə nə qədər santimetr olar məsafə? Kişilər. 30-40 santimetr. Vaxt olaraq nə qədər var? 1-2 endirəcəkdir bıçağı. Allah qurban gətirdiyiniz vaxtı deyir ki, gözlə. Gözlə. Nə vaxta qədər? 30-40 santimetr. Bir də görürsən, indi mən də maşın sürürəm, sürənlər də bilir də, bir də görürsən avariya, misal qəzaya düşürsən də, elə bir anda belə göz qırpımında oradan sıvışırsan ki, belə keçirsən də, deyirsən ki, yəni bu insan əli bunu eləmədi. İnsan dərk eləyir də. Bax, Allah deyir ki, gözlə. Allahın ədalətini bəzən biz istəyirik də ki, Allah cəzasını ver bu insanın. Bu insan ta bizim ömrümüzü yedi bitirdi. Allah deyir, gözlə. 30 saniyə qədər, 30 santimetrə qədər gözlə. Yəni o problemlə üzləşənə qədər gözlə. Elə bir də görürsünüz, misal üçün, bu yaxınlarda bir bacımız səhər tezdən mənə zəng edibdi ki, mən səndən artıq dərəcədə xahiş edirəm. Gör, neyniyə bilirsən, mənim oğlumu tuturlar, bellirlər, əlimizdən gələni eləyək, harasa məktub yazaq, köməkliyim eləyək, nəmisə də eləyək. Dedim, bacı, gözlə. Gözlə. O toqquşmaya qədər gözlə. Yəni, o qurbanla bıçağın arasında olan 30 saniyə, yəni saniyə yox hələ, məsafə olaraq gözlə Allah deyir. Çünki Allah elə möcüzə göstərə bilər ki, hər şey tamamilə fırlana bilər. Sənin əleyhinə dönə bilər, xeyrinə dönə bilər. Saniyə olaraq biz gözləyə bilmirik. Allah Taala Yaquba nə dedi? İshaka nə dedi? Birinci evlad, ikinci evlada qul olacaqdı. İmkan ver, gözlə də bunu. Anası gözləmədi, gəldi allatmaq yolu ilə ikinci evladına. İndi o biraz uzundur o məsələ. Yaquba yalandan aldatdırdı, o ilk oğulluq haqqını aldırdı, qardaşınla düşmən elədi bir müddətə. Niyə Allahın planına qarışsan? Allah deyir, gözlə. Madam ki, Allah dedi, qurban gətir, gözlə. İbrahim bıçağı qaldırır, amma gözləyir. Siz təsəvvür edirsiniz, 3 gün ərzində ora gedəndə şeytan İbrahimin başını nə qədər belə değişir. O nətər Allahdır, 100 yaşında sağ bir evlat verdi, indi deyir onu qurban gətir, Allah canidir, estağfurullah, belə filandır, peşməkandır. Sən niyə belə elədin? Sənin bir oğlun var, sənin mirasın yoxdur, sənin varisin yoxdur və s. ilaxir. Təsəvvür elə bilirsiniz, bunların hamısını o sınağa gətiribdir. İbrahim baxmayaraqdan qaldırır. İndi endirməyə gəlincə 30 saniyə qədər, yəni 30 da yox, 1-2-3 saniyə bıçağı endirsə, uşağın başı gedəcəkdir. Bu məqamları 30 santimetr 3 saniyə. Allah deyir, gözlə. Allahın ədaləti göydən kəşf olunacaqdır, kitabda yazır. Və bıçağı endirmək istəyəndə göydən səs gəlir ki, İbrahim, İbrahim, dayan, uşağa yamanlıq etmə. Səni məndən nə dərəcədə qorxduğunu və mənə nə dərəcədə hörmət elədiyini mən anladım. Anladın mı? Bildim, gördüm. Bacılar, qardaşlar, Allahın qabağında fikir verirsinizmi ki, indi bu hadisəni oxuyanda dərk edirik ki, qurban nədir? Əgər qoç qurbanı o qədər vacib olsaydı, İbrahimə deyərdi ki, qoç qurbanı gətir. Yeşaya da yazır ki,
mən heç birinizdən heç bir qurban istəmədim. Sınmış qəlblərinizi gətirin mənə, Allah deyir. İbrahim Peyğəmbər oradan qələbəçi çıxdı. Ona görə bu günlər deyirlər, İbrahim, İsaqın, Yaqubun Allahı. Xənifilər kimlərdir, bacılar, qardaşlar? Sən bugün özünə mən müsəlmanam, xristiyanam, yahudiyəm deməyə ixtiyarın yoxdur. Niyə? Çünki Allah Adəmlə Həvvanı yaradanda sən müsəlman, sən xristiyan demədin. Allah bir millət yaratdı. Ona görə sənin qanında 4-cü qrup qanı axır. Amerikanlının bədənində 15-ci qrup qan axmır. Eyni qrupdur, düzdürmü? Eyni insansan. Ola bilsin bir balaca məsafəmiz ayrıdır. Amma sən insan olaraq eynisən. İnsan öz yaradılışını belə anlaya bilmir. Qaldı ki bu qurbanları. Niyə anlaya bilmirik qurbanları? Bu sizin günahınız deyil. O qurban gətirmə prosesini bu günləri kimlərsə pula çeviribdirsə, biznesə çeviribdirsə də yazıq insanlar neynəsin? Bax bu ibadət nə üçündür bu dəqiqə? Heç kimin boynuna bir dənə belə bir şey asmaqla deyil ki, sən buna inanmalısan, buna inanmalısan. Bu günləri diri Allahın kəlamı qurban haqqında nə yazır? Biz ona baxmalıyıq. Allah bu günləri bizdən hansı qurbanı tələb eləyir? İbrahim Peyğəmbər oradan qələbəçi çıxır. Sizin xəbəriniz var mı ki, çoxlarınız da bu haqda bəlkə də heç misal üçün fikir vermirsiniz? 80 yaşında uşaq dünyaya gətirən Sara, hansı ki bətni bağlıydı, bu hadisəni eşidəndə, o qurbandan qaydanda, İbrahimin bu hadisədən xəbər tutur Sara, İbrahimin arvadı. İbrahimlə o möhkəmlikdə dalaşır ki, götürür şöləpəsini belə desək, qrubu desək, oradan uzaqlaşır, gedir nə bilim dədəsi ilə. Bunu hardan bilirik biz? Oxuyuruq. Sara'nın ölümü olur, ölümü baş verir. İbrahim yığılır bütün əsabəsinlə, 70 nəfərə yaxın adamla. Gedir Sara'nı dəfn eləməyə. Bilirsiniz də harada dəfn eləyir? Mahpela tarlasında dəfn eləyir. Sonradan Peyğəmbərlər də orada dəfn olunur. O hadisədən biz görürük ki, Sara bu vəziyyəti eşidib də, qutarıbdır da, nə düşmənçilik saxlamasan. Görün, insanın ürəyi nə qədər qatıdır ki, belə bir hadisələrdə. Yəni, qurban verməkdə. İnsan vermək istəmirdi. Əgər bilsəydi, Sara bilsəydi ki, İbrahimindən Allah belə bir şey tələb eləyibdi, qurban gətir tələbini. Ne inəyərdi? Qarşısını alardı. Qarşısını alardı. Ona görə hər gətirilən qurban individualdır. Şəxsəndir. Şəxsən bu günləri sana Allah deyir, bunu qurban gətir. Açağın sizlə Yaradılış kitabını açırıq. Dünyanın yaradılma kitabı belə bir kitabdır. Musa Peyğəmbərin kitabı. 18-ci fəsil. Yox, estağfurullah. Yaradılış yazmışam burada. Üzr istəyirəm. Birinci Padşahlar kitabını açağın. Yaradılışı sonra açacaq. Birinci Padşahlar 18-ci fəsil 25-dən 39-a. Bu qurbanı başa düşməkdən ötürü ən gözəl yer müqəddəs kitabda buradadır. Siz bu hadisəni çox yaxşı bilirsiniz. İlyas Peyğəmbər yığılır o vaxtın bütpərəstlərinin, yəni o bal bütü deyirlər də, yığılır onlarla bir yerə ki, gəlin, baxağın, görəyin kim haqlıdır.
Oxuyuram mən bu yeri. Hamınız mənlə bərabər izləyin. İlyas Baal peyğəmbərlərinə dedi: bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın. Çünki siz çoxsunuz. Siz öz Allahlarınızın adını çağırın, ancaq od vurmayın. Onlar özlərinə verilən buğanı götürülüb hazırladılar və səhərdən günortaya qədər ey Baal bizə cavab ver deyə Baalın adını çağırdılar. Ancaq heç bir səs soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb düşdülər. Günorta olanda İlyas onları lağa qoyub dedi: onu uca səslə çağırın. O ki Allahdır. Bəlkə fikrə gedib, yaxud bayıra çıxıb, ya da səfərdədir. Bəlkə yatıb oyatmaq lazımdır. Onlar uca səslə çağırdılar. Adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yandırdılar. Malə gəlir, bu sizə tanışdır. Günorta keçincə axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər. Ancaq bir səs soraq verən, nə də bir qulaq asan var idi. 30-da oxuyuruq. İlyas bütün xalqa dedi: mənim yanıma gəlin. Bütün xalq onun yanına gəldi. O Rəbbin dağıdılmış qurbangahını bərpa etdi. İlyas Yaqub oğulları qəbilələrinin sayına görə 12 daş götürdü. Çünki Yaquba sənin adın İsrail olacaq deyə Rəbbin sözü nazil olmuşdu. İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O qurbangahın ətrafına 2 seya toxum tutacaq qədər bir xəndək düzəltdi. Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu. Və dedi: 4 səhəng su gətirin. Onu yandırma qurbangahının və odunların üstünə tökün. Sonra o dedi: 2-ci dəfə edin. Onlar 2-ci dəfə etdilər. O dedi: 3-cü dəfə edin. Onlar 3-cü dəfə də etdilər. Diqqətin qulaq asın. Su qurbangahın ətrafına axdı və xəndək su ilə doldu. Axşam qurbanı təqdim edilən vaxt Peyğəmbər İlyas dağa çıxıb dedi: ey İbrahimin, İsaqın, İsrailin Allahı Rəbb! Qoy bugün bilinsin ki, İsraildə sən Allahsan və mən sənin qulunam. Bu işləri də sənin sözünlə etdim. Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, sən Allahsan. Ya Rəbb, onda onların ürəyini özünə tərəf döndərəcəksən. O vaxt Rəbdən od düşdü. Yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb yaxıb və xəndəkdə olan suyu uddu. Bütün xalq bunu gördü və onlar üzü üstə düşüb dedilər: Rəbb Allah Rəbdir. Allah Rəbdir. Bu hadisəni hər biriniz bilirsiniz, bilməyənlər də eşitdilər. Baal bütünlə İlyasın arasında mübahisə düşür. İlyas bunları Karmel dağına çağırır və orada deyir ki, gəlin baxaq görə kimin Allahı kimdir? Həqiqi Allahdır. Onlar özlərini öldürürlər, saxlayırlar, yaralayırlar. Sizdə nəysə demir ki? Zəncir görürsünüz də necə vururlar. Qurbanın mahiyyəti bilinirmi? O insanlar həqiqət yolunda ölüblər, belə deyək də, yəni. Misal üçün imamlar deyirlər də, eləmi? İmamlar Allah yolunda ölüblərsə, o qurbanı veriblərsə, canlarından keçiblərsə, ondan sonra gələn xalq nə edir? Onları birbaşa ilahiləşdirir. O onların qurbanı, onların qurbanından sənə nə? Sənə nə zaman hansı qurbanı verəcəyini Allah deyəcəkdir. Əgər qurbanın mahiyyətini dərk edəcək. Amma orada mən bilsin nə qədər zəncir vurmuşam. Nə qədər koftalar cırmışam. 3 günlərlə, 4 günlərlə imamzada dükəncəli olursan, imamzadəyə getməyəsən,
Variant yoxdur. Səhərdən axşama qədər heç kilometrlərlə yol gedirdik. Zəncirlərin ən gözəlini alırdım mən, topasını alırdım. Bunu bir dənə paltarı sən prob elə, əlini qoy divara, əlinlə belə-belə vur. Onu sən, nə bilim, 10 günə də cıranmazsan belə-belə vurmaqla. Təsəvvür edin, o qədər zəncirlər tuturdu ki paltara. Axırda paltar cırılırdı, keçirdi ətə. İlyasın vaxtında bunu bütpərəstlər eləyirdi də, düzdürmü? Götürürlər, indi təsəvvür edin, o qədər təzyiqlər olubdur ki, artıq zinciri yıxışırıblar. Nə oldu? İndiyə qədər zincir vurulur, düzürdü, indən sonra yanlışdır. Bacılar, qardaşlar, bu o zincir vurmağına yox, qurbanın düzgün mahiyyətini dərk eləməməkdən gedir. Sən ondan dərs götürməliydin ki, bəli, insanlar olubdur, həqiqət yolunda, Allahın sözü uğrunda özlərini belə qurban veriblər. Mən bu günlər ona layiq olum, necə olum? Onun yolunun davamçısı olum da, düzdürmü? Mən də yaxşı işlər görüm, mən də Allahın sözünü deyim, məni də öldürsələr. Belə nümunə götürmək yerinə götürüb, zəncirdən, daşdan və yaxud misal üçün, girirdik kümbəzə, qənd var idi. Yapışdırırdın divara ki, bir dəqiqə yapışacaq. O qəndi, mən bilirsiniz nə edirdim? 2 dənə divar seçirdim belə, 2 dənə kərpiş. Onun arasına belə zorla şey edirdim ki. Niyyət ki, iş orasıdır ki, mən uşaq idim, niyə etməydim? Bunu böyüklər eləyir. Ələm bilirsiniz də, uçurdu, ələm uçurdu. Bu xurafat olduğuna görə yazır ki, İlyasın vaxtında həmən bütbal bütləri səhərdən axşama qədər çağırdılar, özlərini yırtdılar, öldürdülər, özlərinə xəsarət verdilər, amma heç bir cavab olmadı. İlyas nə edir, bacılar, qardaşlar? Deyir ki, qurbangahı bura gətirin. Birincisi nə edir? Dağıdılmış qurbangahı bərpa edir. Elə mi oxuduq? Elə mi oxuduq? Necə oxuduq? Daşları daşların üstünə qoyur, bir qurbangahı bərpa eləyir. Allah deyir ki, qəlblərinizi bərpa eləyin. Orada mən qurban gətirəcəm. Yəni, mən səni sınayacam. Axı, Allahın o tökülmə prosesi var. İlyasda biz oxuyuruq da, düzdürmü? Allah, İlyas bundan nəyi göstərir? İlyas deyir ki, qurbangahı qurdular, eləmi? Buğanı 4 yerə böldü. Bu vaxtı 4-dən artıq olmazdı. Qoydu odun qurbangahın üstünə. İnsanlar hasadlıqla qəbul olunmasın deyə İlyas neynədir? Dedi, bunun ətrafına xəndək qazın. Xəndək daha da çətinləşdirir. İndi dedi, su tökün. Su tökdülər. İlyas nervisindən mi deyim, coşduğundan mı deyim, götürdü, odunları da suladı. İlyas birincisi bundan göstərmək istəyir ki, Allahın odu sənin həyatına düşməyini istəyirsənsə, yəni qurbanının qəbul olunmağını istəyirsənsə, çətinlikdən keçəcəksən. Allahın qurbanı qəbul etməsi elə asan bir şey deyil. Təsəvvür edirsiniz? Od sulanıb, xəndəkdə su, İlyas dua eləyir Allaha. Ey İbrahimin, İshakın və İsrailin Allahı Rəbb, qoy bugün bilinsin ki, qeyd edin bacılar, qardaşlar, beyin dəftərlərinizdə, qoy bugün bilinsin ki, əminliyə fikir verirsiniz? Əminlik. Qoy bugün bilinsin ki, Allahı önə götürür, önə gətirir. Ona görə biz qurban verərkən birinci nəyə istinad eləməliyik? Qoy Allah bilsin. Mən bu qurbanı verdim hələ, 300 manat verməlidim heyvana. Bunu vermədim ona. Getdim, zırıq paltarla məktəbə gedən bir uşağa, bir yetimə, bir şəhid ailəsinə, bildiyim imkansızdan söhbət gedir. Ona bir paltar aldım, verdim. Qoy bilinsin ki, bunu Rəbb bilsin. Düzdürmü? Bir qəşəng də misalımız var da, balığı at dənizə. Balıq bilməsə, Xaliq mütləq biləcəkdir. Allah gizlində olanı görür. İsa Məsihə deyəndə ki, bizə dua eləməyi öyrət. İsa Məsih deyir, gir otağına, qapını bağla, gizlində olan atana dua elə.
gizlində görən atan sənə açıqcasına nə edəcək? Əvəzini verəcəkdir. Boş-boş sözlər söyləməyin. Elan verməyin. Eləcə gil, qapını bağla, Allah deyir. Ona görə bacılar, qardaşlar, birinci, qoy bugün bilinsin. Qoy verdiyiniz qurbanda bilinsin ki, İsraildə, bu günləri İsrail nədir? İsrail yoxdur. Bugün bu İsraildən söhbət getmir. O vaxtı peyğəmbərlərin İsrail bilirsiniz kimin adı olur? Yaqub peyğəmbər qardaşını alladıb, ondan ilk oğulluq alıb uzaqlaşdığına görə Allah onun adını dəyişdi. Nə qoydu? İsrail. Mənası nədir? Qələbəçi. Yaqubun adı yalancıdır. İsrailin adı qələbəçidir. Demək, bacılar, qardaşlar, qoy Allah bilsin ki, sən gizlində bu qurbanı verdin. Sən nə oldun? Sən İsrail oldun. Ruhlu İsrail. Yəni onun mənası Allah qatında, yəni qələbəçi deməkdir. Qoy bu günləri bilinsin ki, sən qələbəçi oldun. Bizim verdiyimiz hər qurbanda Allahın adı izzətlənməlidir. Və başqası yazır, deyir, qoy bugün bilinsin ki, İsraildə sən Allahsan və mən sənin qulunam. Bilinsin ki, kim kimdir. Növbətini, birincisi bu bilinməlidir ki, Allah, bu qurbanda Allahın rolu var. İkincisi, mən sənin qulunam, hara məxsus olduğunu bağla yox, yəni Allaha. Üçüncüsü, bacılar, qardaşlar, yazır ki, bütün bu işləri də sənin sözünə görə etdim. Nə eləyirsinizsə eləyin, Allahın sözünə görə. Maraqlı bir dənə yer, maraqlı bir məqam. Siz qurban kəsirsiniz, indi, bir dəqiqə. O qurbanın hələ mənası var, nə üçün idi o qurbanlar belə gedə, Allah hara gətirib çıxartmaq istəyirdi insanı, o qurbanları kəsin deyəndə. Hal-hazırda İlyasın məqamında isə Allah, İlyas xüsusilə Allaha vurğuluyor, deyir ki, bunu mən sənin sözünə görə etdim. İndi biz qurban kəsəndə, ətrafımızda qurban kəsəndə nə üçün eləyirlər, bilirsinizmi? Deyir ki, bir müsəlman mütləq qurban kəsməlidir. Həyatında bir dəfə də olsa, bir qurban kəsməlidir. Mən kimin sözünə görə bunu kəsdim qurbanı? İnsan deyir də, insan mənə diktə eləyir ki, get qurban kəs. Qurban mənim içimdən gəlməlidir. Qurban məndən, yəni bilsin nətər içimdən gəldi. Mən Allah deməlidir ki, dur, qurban kəs. Misal üçün, get bu heyvanı kəs, illərlə ət yeməyən var, apar ona ver. Dur, get o insanlara yardım elə. Buyurun. Dedi ki, bəs mənim borcum kreditlərim var, mən qurban kəsə bilmirəm. Görüm, heç olmasa gələn kəsə bilmirəm. O qədər özünü pis hiss edir, təsəvvürdə kəsə bilmir ya, o qədər pis olur. Ben utanıram, kəsir elimə kəsə bilmirəm. Bəyəxları qardaşlar da qeyd elədi. Sən qurbanı kəsdirsən kim sənə dediyinə görə? Allahın sənə xəbəri gəldiyinə görə yox. İlyas çox gözəl vurğuluyor burada qurbanın nə üçün kəsildiyini. Səsimi eşit ya Rəbb. Baxın, Allah insanın səsini bircə dənə burada eşidir. Onun adı ilə kəsəndə, onun adı üçün eləyəndə. Bunu getdi bir dənə adam gəldi bizdə şeydə Goranboyda, Mamgil Goranboydandır da. Orada bir dayı var idi. Hər il 100-120 qoyun kəsməli idi. Bığı burmalı dayı deyil belə. Hər il 120 heyvan kəsməli idi. Yəni o insan hər il 120 heyvan kəsməyinə görə öldü getdi o insan. Deyək ürəklə kəsirdi. İndi onun evlatları atasının yolunu davam edirlər. 120 heyvan hər il kəsirlər. Nə oldu? Atasının adı yaşasın, o ziyarətgah yaşasın, yığılsın oradan. Sənə Allah demədi. Addelin ürəyinə toxunmadı. Artıq insan bəyəklər deyilən kimi şan, şöhrət ucbatından artıq bu qurbanları kəsirlər.
Yazır ki səsimi eşit ya Rəbb. Allah insanın səsini ancaq bu yerdə eşidir. Mənə cavab ver, İlyas deyir. Qoy bu xalq bilsin ki, sən Allahsan. Ya Rəbb, onda onların ürəyini özünə tərəf döndərəcəksən. Yenə əminlik. İlyas bilir ki, Allah insanların ürəyini o zaman özünə döndərir ki, nə zaman insan Allahın istədiyi qurbanı bu günləri təqdim edəndə. Yazır ki, göydən alov düşdü, qurbangahı oradakı, özdə ki, bıraxın qurbangahı, yadınıza gəlir İbrahimdə də bir dənə qurbangahı yandırır ha. Amma burada yazır ki, görün duanın gücünə baxın ki, bütün qurbangahı məhv eləyir. Daş demir, o su demir ətrafında. Nə var? Hamısını yandırır, bitirir. Allah deyir ki, qurbanı mən istədiyim üçün kəsin. Onda mən sizin bütün nə sizdə çatışmamazlıq varsa, hamısını yandırıb kül eləyəcəm. Ona görə Allahın istədiyi qurban budur. Bacılar, qardaşlar, İlyas bal bütlərinlə mübarizə aparır. Heç sual vermişsinizmi ki özünüzə ki, niyə mübarizə qurbanla gedir? Mübarizə başqa şeylərlə müşahidə oluna bilərdi də, amma niyə sırf qurbanla bağlı gedir? Allah olduğunu sübut edir, amma qurbanla. Başqa cür bilirsiniz, Musanın vaxtında Allah özünü sübut eləməkdən ötürü neynədi? Yer yarıldı, Korah, Datam, Aviram 4 nəfəri zərzələdə uddu. Görürsünüz mü orada zərzələ ilə? Ancaq burada niyə qurbanla müşahiyyət olundu? Heç sual verir misiniz ki ona? Mübarizənin mahiyyəti Tanrı kimdir o söz olmalıydı. Bu günləri bizim kəsdiyimiz qurbanda bir dənə mahiyyət olmalıdır. Tanrı kimdir? Mən kiməm ki gedib nə qurbanlar kəsim? Yox. Tanrı kimdir? İlyas onların bu ruhani qeyri-sabitliyini neynədi? İfşa etdi. Və bir sualla onları mat elədi. Nə yazdı orada? 18-21-də. Əgər Rəbb Allahdırsa, onun ardınca gedin. Əgər bal Allahdırsa, onun ardınca gedin. Kəsilən qurbanlarda indi biz yönləndiririk ki, insanı gedin Allahın yoluyla. Bizim kəsdiyimiz qurbanlarda, misal üçün, gəlin belə bir şey götürək. Siz bu günləri gəlibsiz ibadət evinə. Allah bizdən indi heyvan kəsməyi istəmir. Deyir ki, sınmış qəlblərinizi gətirin. Siz gəlibsiz, vaxtınızı sərf edibsiz bura. Sizdən soruşurlar ki, siz ağlınız var, siz orada neyinirsiniz hər şənbə? Bu sualı verirlər də sizə, mən elə bilirəm ki, verirlər. Siz həmən vaxtı deyirsinizmi ki, biz gedirik, ibadət edirik, qurban getdi mi? Sizin o elədiyiniz hərəkət o insana Allahı açdı mı? Baxın, həmən qurbandan söhbət gedir. Amma bugünkü gündə gedib orada bir dənə heyvan kəsib dünyada 3 kilo, 5 kilo əti dağıtmaq Allahın varlığını, Allahın kim olduğunu görsədirmi? Amma İlyas nə dedi? İlyas 1-ci Padşahlar kitabında 18-21-də deyir, əgər Rəbb Allahdırsa onun ardınca gedin. Əgər bal Allahdırsa onun ardınca gedin. Bu məsələ də qurbanla müşahiyyət olunur. Ona görə bacılar, qardaşlar, bu sual, baxın, bu suala cavab sözdə yox, qurban vasitəsilə verilməliydi. Ona görə bu suala cavab olaraq Allah göydən od yağdırdı, o qurbanı uddu, məhv elədi. Amma bugün kəsilən qurbanlara fikir verin, heç birində Allahın varlığı belə görünmür. Romalılar 12-ci fəsil 1-ci ayədə yazır ki, buna görə sizə yalvarıram ey qardaşlar, Allahın mərhəməti naminə bədənlərinizi diri, müqəddəs və Allaha xoş olan bir qurban kimi təqdim edin. Bu sizin mənəvi ibadətinizdir. İsa Məsihin şagirdlərinin yazdıqları nə deyir? Deyir ki, o qurbanlar yox, heyvan getdi, qaldı, İsa özü qurban getdi sizin günahlarınız üçün. Ona görə siz bu günləri hansı qurbanı kəsməlisiniz? Allahın mərhəməti naminə bədənlərinizi diri
müqəddəs və Allaha xoş olan bir qurban kimi təqdim edin. Hər iki tərəf qurban gətirdi, düzdürmü? Amma hansının qurbanını Allah eşitdi? Demək ki, qışqırmaq, bağırmaq, bədəninə yara vurmaq Allahın səsinə çatmır. Allah eşitmir onları. Amma İlyas sakitcənə, sadə şəkildə Allahın dediklərini yerinə yetirdi. Özü də ki, Allahın dediklərindən də ziyadə İlyas neynədi? Bütün çətinləşdirdi o vəziyyəti. Bütün bu çətinliyə baxmayaraq Allah onu eşitdi. Habillə Qabil, Allah deyir ki, Adəm Peyğəmbərin iki evladının mübarizəsi. O da qurbanın üstündə. Eləmi? Allah dedi ki, ikiniz də qurban gətirin. Əslində, bacılar, qardaşlar, Habil getdi, heyvandarlıqla məşğul idi. 2 dənə qoç götürdü, təzə heyvan, sütül heyvan. Gətirdi, qurban verdi. Qabil neynədi? Getdi, əkinindən götürdü, əkinlə məşğul idi. Əslində, Qabil gəlməli idi. Habildən 2 heyvan da o almalı idi. Aparıb çünki, sual, qurbanın üsulunu Allah belə qoymuşdu. Sadəcə olaraq Qabil onu yerinə yetirmədi. Gəldi, öz istədiyindən götürdü. Öz az bir miqdarda da götürdü, verdi. Qurban verdi. Diqqət edin bacılar, qardaşlar. Qurban gətirmək prosesinə fikir verin. Bu, o insanlara da aiddir ki, kimlər dünyada kəsir. Qohum əqrabalarımıza deyə bilərik. Hal-hazırda burada oturub, vaxtıdır, vədəsidir, öz günləridir, Allah üçün qurban verənlərdən söhbət edir. Bu qurbanda Allah nəyə fikir vermək istəyir? 1-ci Şamiyel Peyğəmbərin kitabı 15-ci fəsil 22-ci ayədə deyir ki, budur, itayət qurbanından nə istəyir Allah bizdən? İtayətkar olmaqdan başqa Allah bizdən heç nə istəmir. Deyir, qoçların iç piyindən lazım deyilmi onlar? Əsas siz dinləməyiniz, Allahın sözünü eşitməyiniz ən gözəl qurbanlardan da üstündür. Allah bu günləri deyir. Yeşaya Peyğəmbərin kitabı 66-cı fəsil 2-ci ayədə necə yazır? Lakin mən o insana, mən istəyirəm buranı oxuyağın, xahiş edirəm, bir nəfər qalxın oxuyun. Yeşaya Peyğəmbərin kitabı 66-cı fəsil 2-ci ayə. Çünki bütün bunlar mənim əlim yarattı. Hər şey beləcə əmələ gəldiyində bəyan edilir. Ancaq mən özünü aşağı tutan və bu əsilmiş insana sözümün önündə titrəyənə nəzər salacağam. Allah deyir ki, mən o şəxsə nəzər salacağım. Qulaq asırsınız, bacılar, qardaşlar. Allah deyir, mən o şəxsə nəzər salacağım. Kimlər mənim qabağımda titriyir? Kimlər mənim sözümü dinləyir? Kimlər mənim sözümü dinləyir və titriyir? Bacılar, fikriniz burada olsun. İncil kitabında isə deyilir ki, Efeslər 5-ci fəsil 2-ci ayədə Məsih bizi sevdi və bizim üçün özünü qurban olaraq Allaha təqdim etdi. Bu nədir? Xoş, ətirli bir buxur olaraq. Xoş, ətirli. Allaha xoş gələn qurban hansıdır? Sınmış qəlblər. Qurban bu seçim deyil, bacılar, qardaşlar. Bu, iman və itayətin bir sınağıdır. Bu günləri biz qurban gətirəndə bir şeyi düşünsək ki, mübarizə gedir burada. Onda biz heç özümüzü belə qürrələndirməliyik. Ki, mən bu qədər heyvan kəsdim, bu qədər qurbanlar verdim və s. ilaxir.
Eyyub Peyğəmbər bu qədər sınaq keçirməklərinə baxmayaraq Allaha deyəndə ki, mən qələbəçi çıxdım. Onda Allah Eyyuba deyir ki, mən bu dünyanı yaradanda sən haradaydın? Yəni ki, sənə o gücü, qüvvəni verən mənəm, bu sınaqların qarşısında dözə biləsən deyə. Qürrələnmə. Ona görə bugünkü gündə biz qurban verəndə bilməliyik ki, mübarizə gedir. Bax, indi siz qurban verirsiniz elə. Vaxtınızı, mən eləcə minlərlə də belə şeylər, mən indi bir dənə vaxtdan söhbət edirəm. Siz vaxtınızı qurban verirsiniz. Siz bilirsiniz hansı mübarizə gedir. Ha, bax bu vaxtla bağlı qurban verirsiniz. Kim qapısını bağlayıb gəlib əlini qaldırsın? Əminsiniz, eviniz yanmır. Əmin deyilik biz. Əmin deyilik biz, bacılar, qardaşlar. Amma Allah biz bilib bu mübarizədə, indi bu dəqiqə bu qapını bağlayıb gəlibsən. Hələ də sənin bir qaynətən qaynanan olsa, evdə bir dənə yanğın çıxsa, səni bilsən neyniyər? Sən neyniyirdin orada ki, sənin qapın bağlı qalıbdı. Gəlin evində oturar. Fikir verirsiniz, əgər diqqətlə baxanda, bizim hər verdiyimiz o vaxtı, hələ mən pullardan demirəm, düzdürmü? Hələ bir evlatlarımızdan demirik ki, Allahın yolunda onları qurban veririk. Mübarizədir, bacılar, qardaşlar, hər dəqiqə. Ona görə qurban vermək məqamı gələndə biz bilməliyik ki, mübarizəyə giririk. Mübarizə gedir. Bu mübarizədə İlyas deyir ki, qoy hamı bilsin ki, İsraildə bir dənə Rəbb olan sənsən. Qurtardı getdi. Bizim mübarizəmizin kökündə bu dayanmalıdır ki, bu Allahdır. Əsl qurbanın mahiyyəti, bacılar, qardaşlar, harada göründü? Cənnət bağında Allah günah etməyin demişdi. Günah elədilər. Birinci qurbanı kim kəsdi? Adəmlə Həvvaya İncil yarpağının yerinə heyvanın dərisini verdi. Allah öz qoyduğu qanunu pozdu. Birinci qurbanı orada gətirdi. Fikir verin. Xronolojik gedişata baxın. Sonra gəldi, çatdı İbrahim. İbrahimə dedi ki, oğlunu qurban gətir. İbrahimdən oğul qurbanı təqdim eləmədi, almadı Allah. Görsətmək istədi ki, gələcəkdə mənim oğlum gedəcək. Yəni, söhbət İsa'dan gedir. Yaradılış 22-ci fəsl bu arada yazır. Sonra gəldi, çatdı Musa Peyğəmbərin devrinə, İbrahimdən sonra Musa'nın devrinə. Orada İsrail xalqı Misirdən çıxanda dedi, qurbanları kəsin, qapınızın divarına yazın. İndi də deyir, ürəklərinizə yazın. Mən o qanı görəndə, Musa Peyğəmbərin kitabını yaxşı oxuyun, bu Pasxa indiyənə qədər otururlar, yeyirlər, içirlər, Türk deyənə qədər, amma məna yoxdur, məna sıfır. Amma yan keçmədi o. Mübarizədə sən qələbəçi səndən yan keçdi, uduzmağın. Sonra Musa Peyğəmbərdə Allah o qurbanı, baxın, birinci cənnətdə görsətdi o qurbanı. İkinci İbrahimdə görsətdi o qurbanı. Sonra xronoloji olaraq Musa'da görsətdi o qurbanı. Görsədə gəlir, eləmi? Sonra gəldi, Yeşaya Peyğəmbərdə bir balaca məlumat verdi bu barədə. Xəbərimizə kim inandı, Rəbbin ruhu kimə zühr olundu, o bir fidan kimidir, kəsilən bir qurban kimi getdi. Yeşaya da bildirdi. Biz bilirik, Yeşaya təxmini 700 il, 800 il İsa Məsihdən qabaq yaşayıbdır. Sonra nəhayət, bacılar, qardaşlar, Yahya 1:29, İbranilər 9:26. O qurban İsa olaraq sarmıqda göstərildi. Romalılar 5-ci fəsil 1-ci ayə. 1-ci Yahya 1:7-ci ayədə. İsa Məsihin qurbanı, zəhmət olmasa bir nəfər oxuyaq, son bir-iki ayəni oxuyaq sizinlə. Romalılar 5:1, 1-ci Yahya 1:7-ni də biriniz açın, zəhmət olmasa. Oxu. O şəhadət üçün gəldi ki, nur barədə şəhadət etsin və hamı onu 1-ci Yahya. iman etsin. 1-ci Yahya 1:7. Amma o nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizə
Bacılar, qardaşlar, fikir verin. Cənnət bağında o birinci qurban kəsiləndə, heyvanı kəsəndə, quzunu, Allah onunla istiqamət verirdi ki, gələcəkdə İsa gedəcəkdi qurban. Müvəqqəti olaraq o qan müvəqqəti olaraq təmizləyirdi. Sonra gəldik, biz bunu gördük İbrahimin oğlunda. Allah orada imkan verdi ki, bu quzunu kəsin. Çünki müvəqqəti olaraq. Yəni bu o qan deyil. Sadəcə olaraq ora bir göstəriş idi. Simbol, timsal olaraq göstərildi. Sonra gəldi Musada Pasxa bayramında, Pasxada göstərdi İsa Məsihin qurbanını. Sonra da çarmıqda. Romalılar 5:1-i də oxuyalım tam yekun olaraq. Oxu. Beləliklə, imanla salih sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oldu. Hansı qurban vasitəsilə biz bu günləri Allahla barışırıq? Heyvan, artıq o heyvanın qanı bir yerə qədər idi. İsa'nı göstərəcəyə qədər. Ancaq artıq İsa'nın qurbanından sonra onun qurbanın heç bir əhəmiyyəti qalmadı. Bəs bacılar, qardaşlar, gələcəyə bunun bir mənası varmı qurban kəsməyin? Vəhy 7-ci fəsil 14-cü ayə bizə çox gözəl qeyd eləyir. Onda dedim, Yəhya vəhy görür, İsa Məsihin şagirdi. Onda dedim, ağa, bu sən bilirsən, bilərsən, ağa, bunu sən bilərsən. O mənə dedi, bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub, quzunun qanı ilə ağardanlardır. Bacılar, qardaşlar, bizim bugünkü gündə kəsəcəyimiz qurban, verəcəyimiz qurban, bu İsa Məsihin qanı bizi təmizləməlidir. Bax, biz bu qurbanı əgər veririksə Allah istəyən tərzdə, bizim qurbanımız bu günləri kimdir? Quzudur. Ona görə o qan bu günləri bizim hər birimizi təmizləməyə qadirdir. Vəhy 5-ci fəsil 12-ci ayəni də oxuyub yekunlaşdırır. Söhbət hardan gedir? Söhbət qələbə çalmışlardan gedir. Onlar uca səslə deyirdi. Kəsilmiş quzu, qüdrətli, sərvəti, hikməti, qüvvəti, şərəfi, izzəti və alqışı almağa layiqdir. Ona görə bacılar, qardaşlar, kimlər bu günləri quzunun qanı ilə təmizlənirsə, yəni söhbət hansı quzudan gedir? Söhbət bu günləri İsa Məsihdən gedir ki, o bu günləri Quranda da, İncildə də, Tövratda da adı, şanı uca olan bir şəxsiyyətdən söhbət gedir. Söhbət Quran-ı Kərimdə o Ruhullah kimi açılır. Düzdürmü? Ona görə Əl-Zuxruf surəsində yazır ki, Əl-Zuxruf surəsində Quran-ı Kərimdə yazır, onu bugünkü gündə elan eləmirlər. Adını dırnaq arası müsəlman qoyan şəxslər. Nəyə görə? Çünki xeyir eləməz onlara. Əl-Zuxruf surəsi 43-cü surə 61-dən 65-ə yazır ki, gələcək gəlir ləngimədən. Kimdir o gələcək gələn? İsa'nın zühuru beləcə də yazır. İsa'nın zühuru qiyamət saati üçün bir əlamətdir. O boğazlanmış quzu, hansını ki, dünya yaradandan, insan günaha düşəndən bu yana hazırlanmışdı. Ancaq dünya yaradılanda o gəlmədi. İsa qurban olaraq gəlmədi. Nəyə görə? Çünki o proses onu göstərməli idi ki, İsa özü götürməli idi o insanların günahını özlərinə. O da təxminən 2000 il bundan əvvələ gəldi, təsadüf etdi. İsa qurban getdi. Ona görə də bugünkü gündə hardadır İsa? Peyğəmbərlərin bir çoxu hardadır? Qəbirdədir də, düzdürmü? Əl-Bəqərə surəsində yazır ki, deyir,
Siz qəbirləri ziyarət etdiniz, ölüb getdiniz, nə əldə etdiniz? Heç bir şey. Orada yazır ki, bu səni eşidirsə, qalxıb cavab verə bilirsə, o qəbirdə yatanlar da elədir. Amma bu günləri qurbanın mahiyyəti yox. Ziyarətgahların mahiyyəti yox. Allahın sözünün mahiyyəti yox. Amma bu günləri nə deyirik? Qurban kəsirik. Bir dənə qoç qurban kəsirik. Falan kəs qurbanı kəsdi. Mənim mamam deyir ki, falan kəs də deyir qurbanını kəsdi. O falan kəs də mən tanıyıram. İndi demirəm nədir? Deyirəm falan kəs qurbanı kəsdi. Sən fikir verdin mi neynədin? Nağadi bir şaqqa getdi. Xaledilnikə bir şaqqa da getdi bildiyi adama. Cəmi 3 adama veribdi. Heç onun inandığı şəriətin dediyini də yerinə yetirmir. Ha. Orada yazılır bir neçə adama verməlisən də. Deyir, belə bir rəvayət olunur. Bir gün Peyğəmbər qurban kəsir. Qurban kəsəndə deyir ki, 4%-dən birini özünə ayır, 3-ünü ver qonşuya. Eşidirsiniz? Deyir, 1 payını özünə götür, 3 payını ver qonşuya. Bu eləyir, arvad bunu eləyir. Peyğəmbər evə gəlir, deyir ki, arvad deyir, 3 pay bizə necə də gözəl qaldı. Deyir, ay kişi, 1 pay. Deyir, yox, 3 pay. Mübahisədən sonra açırlar, deyirlər, burada 1 paydır da, yəni cəmi cümlətən 1 paydır. Deyir, yox. O 3 pay dağıtdığım bizə pay olaraq gəlir. O 3 pay əslində bizimdir. Dağıtdıqlarımız bizimdir. Qaldıqlarımız yox. Əlimizdə olan üzr istəyirəm, bacılar, qardaşlar, yeyəcəksən, çıxacaqsan çölə. Nə qaldı sənə? Dağıtdığın. Ona görə yazılır ki, vermək almaqdan daha çox bəxtiyarlıq gətirir. Ona görə bacılar, qardaşlar, bu günləri kəsəcəyimiz qurban nədir? Sınmış qəlblərimiz, ürəklərimiz. Ona görə 100 qurban kəsək, ürəyimizdə kin küdrət varsa, onun hansı birini Allah qəbul edər? Allah insan deyil, insan kimi qərar versin. Ona görə bacılar, qardaşlar, qoy Allah hər birinizi xeyirli olasın. İndən sonra kəsəcəyimiz qurban bu bizim heyvan yox, bu bizim Allah qarşısında olan tövbəmiz olsun, Allah qarşısında olan vaxtımız olsun ki, Allah da qəbul etsin. Amin. Yekun üçün ayağa qalxağın, Allahımıza dua edək. Qoy Allah verdiyimiz bütün qurbanları qəbul etsin.